Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Artıq Azərbaycanı Avrokuboklarda təmsil edəcək 4 komandanın adına aydınlıq gəlib. Bəs təmsilçilərimizin rəqibləri nə vaxt bəlli olacaq və ilk oyunları nə vaxt keçirəcəklər? Bu videoda bu və ya digər xəbərlərdən xəbərdar olacaqsınız. Sona qədər izləyin, kanalımıza abunə deyilsinizsə abunə olub mütləq bildirişləri açıq tutun ki, canlı yayımda püşkatmalı və oyunları izləyə biləsiniz dəyərli dostlar. Həmçinin dostlarınızla videonu paylaşmağı, kanalımızı onlara önərməyi unutmayın. Mən isə məlumatlara keçid alın. Dəyərli izləyicilər, məlumatlara keçid almazdan öncə bir də sizdən vacib xahişim var. Ekranda gördüyünüz Hüseynov Əli Kərimoğlu 4 yaşlı körpə balamız kəskin leykoz qan xərçəngi xəstəliyindən əziyyət çəkir. Təcili əməliyyat olunmalıdır. İnşallah ki, müalicəsi var. Sadəcə dəstək olmaq və bu körpə balanı xilas etmək lazımdır. Allah rızası üçün hər birinizdən bu körpə balamıza dəstək olmağı rica edirəm. Ümid edirəm ki, bu körpə balanı bu xəstəliyin zəngindən xilas edə bilərik. Allah heç kimi övladı ilə sınağa çəkməsin, heç kimi belə çətinliyə salmasın. Amin inşallah. Sizdən də maksimum şəkildə dəstək gözləyirik. Ekranda gördüyünüz bank hesabına gücünüz yetən qədər, səxavətiniz yol verən qədər dəstək olun. 1 manat azdır deməyin. Hər 1 manat 1 milyona bərabərdir. Bir həyatı xilas edə bilər. Ona görə maksimum şəkildə gücünüz çatan qədər dəstək olmağı sizdən rica edirəm. Öz balamız kimi yanaşaq, birlikdə bu balanı bu xəstəliyin zəngindən xilas eləyək. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Ruzunu verən Allah inşallah etdiyiniz yardımların 1000 qatını sizin qarşınıza çıxardar. Mən isə xəbərlərin geniş təfsilatına keçid alım. İlk öncə Azərbaycanı Avrokuboklarda təmsil edən 4 komandanın rəqiblərinin bəlli olacağı püşkatma tarixi və eyni zamanda ilk oyunlarının tarixi barəsində məlumat verəcəm. Məlum olduğu kimi 2024-2025 mövsümü Avrokuboklarında mübarizə aparacaq Azərbaycanın 4 klubu müəyyənləşib. Qarabağ Çempionlar Liqası, Zirə Avropa Liqası, Sabah və Sumqayıt isə Konfrans Liqasında yarışacaq. Bəs klublarımızın mübarizəsini nə vaxt başlayır? Püşkatma nə zaman olacaq? Qarabağ komandası Çempionlar Liqasına 1-ci mərhələdən başlaması nəzərdə tutulur. Lakin Avrokubokların yeni formatı ilə əlaqədar Ağdam təmsilçisi mübarizəyə 2-ci mərhələdən də başlaya bilər. İyunun 1-də Real Madrid Borussia Dortmund qarşılaşması, yəni Çempionlar Liqasının finalında əgər Real Madrid qalib gələrsə, Qarabağ yarışa 2-ci, əks halda 1-ci mərhələdən başlayacaq. 1-ci mərhələnin püşkü iyun ayının 18-də, 2-ci mərhələnin püşkü isə iyunun 19-da atılacaq. 1-ci mərhələnin oyunları 9, 10 iyul, 16, 17 iyul tarixində. 2-ci mərhələnin maçları isə 23, 24 iyul, 30, 31 iyulda keçiriləcək. Zirə komandasına gəldikdə isə komanda Avropa Liqasına 1-ci mərhələdən başlayacaq. Zirənin rəqibinin adına iyunun 18-də keçiriləcək püşkatmada aydınlıq gələcək. Rəşad Sadıqovun komandası ilk maçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək. Azərbaycanı Konfrans Liqasında təmsil edən Sabah və Sumqayıt komandası. Hər iki komandamızın Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən başlayacağı bəllidir. Bu mərhələnin püşkatması iyunun 19-da, oyunlar isə 25 iyul, 1 avqust tarixlərində keçiriləcək. Ölkəmizi Avrokuboklarda təmsil edən 4 komandanın potensial rəqibləri haqqında videolar kanalımızda yer alır. Ən güncəl məlumatları da kanalımızdan ala biləcəksiniz. Ona görə də kanalımıza abunə olub bildirişləri açıq tutun ki, bütün bunlardan ən tez siz xəbərdar olasınız. İndi isə digər maraqlı xəbərləri sizlərə təqdim edim. Neftçi komandası Azərbaycan Premyer Liqasında 56 xalla 5-ci yer tutdu və Avrokuboklardan kənarda qaldı. Bu isə Neftçi komandasında ciddi dəyişikliklərin olacağının siqnalını verir. Artıq ilk addım atılıb. Neftçi Miodrag Bojovic ilə bağlı qərarını verib. Klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Montenegro mütəxəssislə yollarını ayırıb. Onunla başa çatan müqavilə yenilənməyib. Neftçi Bojovicə təşəkkür edib və gələcək karyerasında uğurlar arzu edib. Qeyd edək ki, Miodrag yanvarda Adrian Muto'nun gedişindən sonra Neftçidə baş məşqçi postuna dəvət edilmişdi. Aldığımız son dəqiqə məlumatına görə Neftçi komandası Bojovicin yerini Zirənin hal-hazırki baş məşqçisi Rəşad Sadıqovla doldurmaq istəyir. Əgər Rəşad Sadıqov Neftçi komandasına yox desə, Neftçi komandası yenə də xaricə üst tutacaq və xarici baş məşqçi dəvət edəcək. Siz nə düşünürsünüz? Rəşad Sadıqov hal-hazırki Zirənin baş məşqçi postunu təhvil verib Neftçi komandasına keçərmi və ya Neftçidə uğur qazana bilərmi? Bu barədə fikirlərinizi şərhlər bölümündə yazın.
Qurban Qurbanovun oğlu Musa Qurbanlı Bakıya rəqib kimi gələ bilər. Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi İsveçin Djurgårdeni 2024-2025 mövsümündə Konferans Liqasında Azərbaycan klublarına rəqib ola bilər. Buna səbəb Stockholm təmsilçisinin növbəti mövsüm ikinci təsnifat mərhələsindən başlamasıdır. Həmçinin Azərbaycan təmsilçiləri də mübarizəyə həmin mərhələdən qoşulacaqlar. Djurgården yüksək əmsala malik olduğundan püşkatma zamanı səpələnmişlər səbətində qərarlaşacaq. Bu isə o deməkdir ki, Sabah və Sumqayıt komandalarının rəqiblərindən biri məhz Djurgården olacaq. İsveç klubu ilə yanaşı Cimarayeş, Astana, Riga və Hayduk klubları da ölkəmizə səfər etməsi istisna deyil. Progress Lüksemburg, Püşkaş Akademiya Macaristan, St. Patrick's İrlandiya, Ilves Finlandiya, Clifton və Şimali İrlandiya, Transinvest Litva komandaları isə təmsilçilərimizlə eyni səbətdə yer alacaqlar. Qeyd edək ki, Konferans Liqasında 2024-2025 mövsümünün ikinci təsnifat mərhələsinin püşkü iyunun 19-unda atılacaq. Həmin gün təmsilçilərimizin rəqibləri dəqiqləşəcək və həmin püşkatma canlı yayımda sizdə kanalımızda təqdim olunacaq. Ona görə də abunə olub bildirişlər açıq tutun ki, birbaşa izləyə biləsiniz. Dünya ölkələrində 2023-2024 mövsümü başa çatmaq üzrədir. Milli çempionatlarda bu ay mövsümə yekun vurulacaq. Buna baxmayaraq bir çox ölkələrdə artıq çempion bəllidir. Konkret olaraq dünyanın 34 liqasında lider komanda öncədən qızıl medalları təmin edib. Onların sırasında Azərbaycan Premyer Liqasının qalibi Qarabağ da var. Dünya ölkələrində çempionluğu rəsmiləşdirən komandalar aşağıdakılardır. Real Madrid İspaniya, Inter İtaliya, Bayer Leverkusen Almaniya, PSG Fransa, Sporting Portuqaliya, Əl Hilal Səudi Ərəbistan, Şaxtyor Ukrayna, Crvena Zvezda Serbiya, Dinamo Zagreb Xorvatiya, Steaua Rumıniya, Ferencvaroş Macaristan, TNS Uels, Əl-Səd Qətər, Slovan Slovakiya, Ludogorets Bolqarıstan, Çeliye Sloveniya, Apoel Kipr, Qarabağ Azərbaycan, Muhammadan Hindistan, Larne Şimali İrlandiya, Deportivo Saprissa Costa Rica, Hamrun Malta, Petrokub Moldova, El-Sib Oman, Comunicaciones Guatemala, Olimpia Honduras, Aguila Salvador, Bashundara Kings Bangladeş, El Fatuva Suriye, Lincoln Cəbəl Tarix, Virtus San Marino, Driangen Nikaragua, Bulgan Falcons, Mongolistan və Amerika, Meksika komandası çempionluğunu artıq rəsmiləşdirib. Azərbaycan Kubokunun qalibi isə iyun ayının 2-sində Bakı vaxtı ilə saat 20:00-da Liv Bonadea arenasında baş tutacaq və bundan sonra zirə yoxsa Qarabağ komandası Azərbaycan Kubokunun sahibidir, bəlli olacaq. Kubokdan söhbət düşmüşkən, İngiltərə Federasiya Kubokunun finalında Manchester City və Manchester United üz-üzə gəlib. Oyun 2-1 hesabı ilə Manchester Unitedin qələbəsi ilə başa çatıb. Manchester United 13-cü dəfə, 2015-2016 mövsümündən sonra isə ilk dəfə turnirin qalibi olub. Fransa Kubokunda isə PSG komandası Olimpik Lyonu eyni hesabla məğlub edib 2-1 və beləliklə PSG komandası Fransa çempionluğu ilə yanaşı Fransa Kubokunun da qalibi olub. Almaniya Kubokunun qalibi isə Bayer Leverkusen olub. Qeyd edim ki, Bayer Leverkusen həm də Almaniya çempionudur. Finalda Bayer Leverkusen Kaiserslautern komandasını 1-0 hesabı ilə məğlub edib. Qeyd edim ki, qol 16-cı dəqiqədə Granit Xhaka tərəfindən vurulub. Beləliklə, Bayer Leverkusen və PSG cari mövsümü qızıl dubulla başa vurublar. Hər iki komanda cari mövsümdə ölkə çempionatında qalibi olmuşdu. Dəyərli izləyicilər, bu sizə çatdıracağımız sonuncu xəbərdir. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videonu hələ də bəyənməmisinizsə bəyənib bizə dəstəyinizi bildirə bilərsiniz. Şərhlər bölümündə fikirlərinizi yazmağı da unutmayın. Həmçinin videomuzu və kanalımızı dostlarınızla paylaşın ki, onlar da videolarımızdan yararlana bilsinlər. Növbəti videoda görüşmək ümidi ilə hələlik.